Daha önce seansta iştirak etmiş, pasiyente deyəndə ki, en az bu problemə görə 21 gün götürməlisən, deyir ki, götürmüşdüm də, həll olunmadı. Amma əslində nə həll olunub? Onun şükürü varmı? Onun naşükürlüyüdürmü? Yoxsa o problemi həll etmək üçün? Məsəl üçün, o insan gəlib, A problemi. Problem düşünün bunu. O insan gəlib A problem yazım ki, A problemini həll etməyə. Əslində o gəlir, bu insan gəlib A problemini həll etməyə. Əslində A'nın üstündən xətt çəkir, B və C problemini həll edir. Deyir 21 gün bitdi, düzdürmü? Əslində o həmin A problemini həll etmək üçün ona lazım idi. A problemini həll etmək üçün en azı 63 gün. Bu problemi həll etmək üçün 63 gün lazımdır. Çünki o detalları görməyim üçün və onu həll edib bitirməyim üçün, avtopilota keçməsi üçün 63 gün lazım. O insan məntiqdə deyir A üçün gəlmişəm, şuuraltıda B. Və bunu izah edəndə deyir ki, məndən asılı olmadı axı. Niyə səndən asılı olmur? Ona görə ki, prosesi, danışma prosesi, həll etməsi. Çünki sən hər zaman bu cür etmisən, bu cür davranışı etmisən. Uşaqlıqdan şuuraltın bunu öyrənir. Bizim etdiyimiz heç bir davranış məntiqli şəkildə olmur. Məntiqli danışa bilirik, məntiqli həll etməyə yönələ bilirik. Amma onu həyata keçirəndə başqa şey edirik. Çünki özünü tanımayanda insan necə olur? Gah belə danışırsan, dediyin sözün tərsini edirsən. Bunu edəcəm deyib, məsələn, düşüncələr. Bu insanın düşüncələri, belə bir poli var da həyatımızda. Bunlar bizim düşüncələrimizdir, düzdürmü? Əgər sən, məsələn, sənin düşüncən, işdə nəyisə edəcəm deyib, bunu edəcəm deyib, hər hansı bir də, başqasını edirsənsə, məsələn, bunu edəcəm, gedib bu davranışı edəcəm ki, nəyisə olur. Gəlsən bunu edirsənsə, həyatın boyu A deyib B vurmuşsan. Həyatın boyu başqa şey deyib, ağlayanda gülürsən, güləndə ağlayırsan, bütün emosiyaların tərsinədir, negativ enerjilər nələrdir? Düzgün deyil də, elə əməlinlə düşüncən düzgün deyil. Bu insanda əməlinlə düşüncə düzgün olmayanda başqa şey üçün gəlir, başqa şeydir. Bu birinci problem. Və gəlib çata bilmir. Hər dəfə gəlib çata bilmir təmələ. Və bu insanlar çox vaxtdır ki, filan kəs gəldi, filan kəsin seansı daha yaxşı keçdi, amma məndə keçmədi, məndə alınmır. Bu səndən asılıdır. Yəni burada oturan insanın psixikasına, şuuraltısının götürməyindən, bacarığından asılıdır. Və ya özəldir bunlar hamısı. Yəni sənin şuuraltının detalı. Sənin maşının başqa cür işləyir, başqasının maşını başqa cür işləyir. Yəni eyni əşyanı sən ala bilərsən, qaz peçini eynisini ala bilərsən. O sənin enerjində necə işləməsi sənin enerjinə bağlıdır, değil mi? Başqasına yox. Əgər sən oğurluq enerjisindən başqasının yəni peçi yaxşı tort bişirir, mənim də gedim ondan alım bişirim düşüncəsidirsə, sən o insanın enerjisini oğurlamaq üçün ona edirsən. Sən öz enerjində, öz həyatını öz enerjində quranda başqasının düşünüb başqasını etmirsən. Bu yanlış bir davranışdır və ona görə səndə o alınmır. Dediyimizlə etdiyimiz üst-üstə düşəndə biz şeytani, negativ enerjidə olmuruq. Doğru dürüst oluruq və bizdə də alınır. Və insan yenə də başlayır. Hə, deyir, yaxşı, bu dəfə yenidən başlayacağım. Çünki bunu yenidən başlamır. Əslində bunu başlamayıbdı. Əslində bunu başlamayıbdı. Nə yenidən başlayırsan? Əslində sən yenə də D variantı var səndə. Başqa bir arzunu həyata keçirmək üçün gəlmişsən. C variantı qalıb, nə bilim, Y variantını etmək və yaxud da bir arzu ola bilər, bir davranış ola bilər, başqa bir şeylər etmək. Əslində bunun təməli, bunu həll etməkdən başlayır. İzah edə bilirəm də. Yəni bu proses birincisi səbir, təmkin, həddindən artıq istəmək. İstəmək lazımdır ki, nəysə yolu gedəsən. Yox, sən yol gedərək başqa yollara da, qabağına çıxan yollardan gedirsənsə, demək ki, sənin şuuraltında, həyatında hər şey belədir və bundan çıxa bilməyəcəksən. Bizim həyatımızın təməli bu problemləri həll etməkdən başlayır. Buna dözüm, səmimiyyət və özünlə üzləşməkdən qorxmamaq yaradır. Yəni, burada sənə kömək edəcək psixoloqdan başqa, bu işin mütəxəssisindən başqa heç kim olmayacaq. Niyə? Çünki bu yolu keçə bilməyən insan, bu işin təməlini bilməyən insan, özü keçməyən bir psixoloq, nağıl danışan bir psixoloq ola bilər, terapevt ola bilər, koç ola bilər. Bu yolu özü keçməyibsə,
özünlə bağlı bütün problemləri həll edərək getmirsə, yəni bu sizə sadəcə 3-5 seanslıq gəl deyəcək. Yəni bu qədər seans olar deyil. Nə qədər işləsən, nə qədər dərinə getsən, o qədər həyatın və şəxsiyyətin dəyişəcək. Həyatının təməli dəyişəcək, keyfiyyəti dəyişəcək, istədiyin kimi olacaq. Yox, sən otur, manifest qur, arzu qur, başqası bunun filan kəslə dost olum deyə o onu gedir məndə. Yox, sən onun filan kəslə dost olaraq bərabər enerjiyə bir müddət düşə bilərsən. Bu uğurluq niyyəti enerjisi olduğuna görə sonra sən yəni yenidən dibə düşürsən. Bizdə enerjidən necə baş verir düşüncələr? Məsələn, filan kəsin arzusu, bu düşün ay insan, düzdür? Bu arzular fikirləşir, həyat planı fikirləşir. Bunlar da hər biri, yəni artıq enerjilərdir də. Sənin enerjindən, müsbət enerjindir də, arzu, müsbət bir arzu. Buradakı mənfilərdən tapa bilsə və üst-üstə düşsə, sən bunda tapırsan. Sən bu qabağına çıxır və sən daim bunda olursan daha da üstün. Yox, sənin bu müsbətin uğurluq üçün müsbətdirsə, sənə bunu əldə etməyin üçün, məsələn, hər hansı bir təhsil, hər hansı bir ölkədən çıxış, hər hansı bir yeni başlanğıcın, işin, biznesin, sənin bu arzunun, müsbət arzunun üzərindən bir bacarığın, bir özünə uyğun, uğurlanmayan bir enerji üzərində gedirsənsə, bu daim sənin olacaq. Daim də düşsən də, qalxsan da daha profesional, daha da yüksək səviyyədə olacaq. Yəni sən nə qədər ziyan vursalar da, yəni sən hər zaman o işin professionalı olacaqsan. Yəni satış olsun, istənilən həyatının yeri. Yox, sən filan kəsə baxıb, filan kəs etdiyi üçün mən müsbət bir arzu fikirləşdim. Yaxud filan kəs maşın sürür, mənim niyə maşınım yoxdur? Filan kəsin evi var, mənim niyə evim yoxdur? Filan kəs filan işlədir, mənim niyə yoxdur? Bu uğurluq enerjidir, bu negativ enerjidir. Bu ancaq problemi həll etmək yox, sən problem gətirəcəksən. Sən problemi həll etmədən arzular fikirləşdikcə bu müsbət düşündüyün və kiminsə bağlı olasan, kiminsə enerjisini uğurlayasan deyə getdiyin şey ən böyük negativ olacaq. Bu səni dibə vurana kimi sən davam edəcəksən uğurluq. Bunu kəsəndə artıq dərk edirsən ki, mənim bu arzum mənə uyğun deyil. Filan kəsdə gördüyüm üçün, o yaşadığı üçün mən niyə yaşamayım deyə düşündüyün üçündür. Və sən bunu kəsəndə və özünə deyirsən ki, yox, mən artıq özümə uyğun, filan kəsə uyğun, filan kəslərin etdiyi kimi yox, özüm kimi edəcəm. Özünə uyğun, potensialına uyğun, şəxsiyyətinə uyğun, həyatın indiki yaşına kimi gəldiyin yola uyğun arzu fikirləşəndə müsbət. Sənə onun üzərindən nə qədər çabalayıb, əmək sərf edib getdiyin o qədər plus, sənə uğuru şansı olacaq. Bunu dərk etdinsə, məncə danışdığın dili, seanslarda danışıq səviyyən. Məsələn, bəzən pasiyent gəlir, deyir ki, filan ən yaxınını gətirir də, məsələn, uşağını deyək ki, və yaxud da yoldaşının ailə terapiyasında deyir ki, bunları mənə keçməmişdir, mən bunları izah etməm. Çünki hər insanın dərk etmə səviyyəsi, dediyimi başa düşmə səviyyəsi, necə ki təməldən bir təməl var. Birinci sinifdən 10-cu sinif arasındakı dərsi izah etmə şəklindən baxın. 10-cu sinifin proqramını birinci sinifə gətirmək mümkündür? Xeyr. Yəni sən gərək oxumağı biləsən ki, dərk etmədə. Yəni hər kəsin dərk etməsi fərqlidir, anlaması fərqlidir. Buna görə də yəni filan testi mən etmişdiniz, filan kəsə ona etmədiniz və yaxud mənə etmədiniz, ona etdiniz. Bu cür davranışlar insanın həyatı boyu bir kodları var. Bura kod davranışları, kod davranış. Məsələn, məktəbdən gəlir də, müəllim başqa uşağı daha üstün bilir, ona izah edir, ona çatır və sənə çatmır. Həyatın boyu eyni davranışları yaşayırsan. Psixoterapiya nəyə lazımdır? Bax, buna lazımdır. Bundan önəmli düşünürəm ki, vacib bir şey yoxdur. Çünki biz bunu həyatımızı dərk edirik, yaşayışımızı, nə üçün varıq, nə üçün çabalamalıyıq, biz yeyib, içib, gəzməyə və yaxud da başqasından üstün olmağa, başqasına acıq verməyə gəlməmişik. Bu mənasız bir şeydir. Hə, sonra bunları əldə etdim, sonra bunlar geri gedir, dərk edəsən. Yəni geri verirsən artıq bu yaşayışını sonlandırırsan. Çünki dərk etmədin nə üçün bunu aldın və bunu doğru enerjide almışdı mı? Məsəl üçün insan qazanır ki, daha yaxşı olsun. Bu insan ciddi bir xəstəlik, ciddi bir psixoloji problemdən, panik atakdan, köklük problemi, başqa bir şeylər. Əgər bu düzgün olmayan yoldan olubsa, həyat səni başa salır ki, bu ağrıdan azad olmalısın. Bu ağrıdan azad olmaqdan qorxmaq lazım deyil. Addım atmaq lazımdır dəyişim üçün. Dəyişim çünki bizim həyatımız